8 nömrəli məktəbin 2B sinif şagirdi Füzayeva Zəhra. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Gündüz Abdullayev. Başqa necə təqdim edeyim? Tək adım, familiyam bəsdir, yoxsa başqa? Gündüz Abdullayev kimdir? Gündüz Abdullayev ilk növbədə məşğul olduğum idman növü taekvondodur. Əməkdar məşqçiyəm, beynəlxalq dərəcəli hakiməm. Sonra öz şəxsi klubum var, Azərbaycan Taekvondo Federasiyasının nəzdində, Azəri klubu. Eyni zamanda həmin klubun rəhbəriyəm. Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin üzvüyəm. 5-ci dan Qarakümer. İdmana neçə yaşınızda başlamışsınız? İdmana başlamışam əsasən 10-11 yaşında, amma müxtəlif idman növləri ilə. Profesional olaraq yox, müxtəlif idman növləri ilə. Hətta at sürməyə belə getmişəm. Güləş, judo, at sürmək, sonra karate, hər birində özümü sınamışam. Amma əsas hal-hazırda məşğul olduğum idman növü Azərbaycanda 90-cı, 91-ci illərdə olanda ilk dəfə və həmin idman növü ilə başlamağa başladım. Demək olar ki, bu idman növündə ilklərdən biriyəm. Ailənizdə sizdən başqa idmançı var? Var. Ailəmdə mənim qardaşım, o da həmçinin əməkdar məşqçidir, beynəlxalq dərəcəli məşqçidir, milli yığma komandanın baş məşqçisidir və yeganə, hələ ki Azərbaycanda yeganə olimpiya medalı gətirmiş məşqçidir. O da Məmməd Abdullayevdir. Biz demək olar ki, idmana taekvondoya mən gəlmişəm, ondan sonra həmin marağı öz kiçik qardaşımda yaratmışam. Ondan sonra qardaşımla məşğul olub və biz idmanda həm idmançı kimi nailiyyət qazanmışıq, həm də sonra məşqçi kimi, hakim kimi, sonra mütəxəssis kimi bu idman növündə uğurlar qazanırıq. Nəyə görə məhz taekvondo? Yaxşı sualdır. Bilirsən qızım, insan gərək özünü tapdığı hər bir sənətdə özünü tapsın. Yəni, bayaq dedim, görsən, çox idman növü ilə məşğul olmuşam mən. Amma məhz taekvondoda mən özümü tapdım. Məhz taekvondo mənə daha yaxın oldu. Məhz taekvondoda uğurlar qazanmağa başladım və çalışdım ki, bunun daha da sirlərini, dərin sirlərini öyrənib və bir də aydın gördüm ki, artıq 34-35 ildir mən bu idmanla məşğul oluram. Vətənimizi hansı ölkələrdə təmsil etmişsiniz? Vətənimizi həm idmançı kimi, həm məşqçi kimi, həm hakim kimi, beynəlxalq turnirlər, dünya çempionatları, Avropa çempionatları. Yəni, belə sayla desəm, biraz uzun çıxar. Amma dünyanın bütün qitələrində olmuşam. Bütün qitələrində, Amerika qitəsində, Avropada, Asiyada, Afrikada, yəni bütün qitələrdə olmuşam və orada olan bütün ölkələrdə hansı kriteriyada yarış keçirirsə iştirak eləmişəm. Sizdə uğurun sirri nədir? Uğurun sirri çalışqanlıq, səbir, davamlılıq, bir də sevmək, o sənəti sevmək. Əgər sənəti sevdinsə, səbrin oldusa, davamiyyətin oldusa, sən uğur qazana bilərsən. Yarış öncəsi tələbələrinizi necə motivasiya edirsiniz? Necə motivasiya edirəm? Sən bu sualları oradan tapmışsan. Bilirsən, tələbələr yaşca fərqli olurlar. Bax, sən yaşda tələbələr olur, səndən biraz böyük olur, gənc olur, sonra
böyüklər olur, yəni böyük yaşlılar olur və hərəsinin öz psixologiyasına uyğun ona yanaşmalısan, motivasiya eləməlisən. Hər birinin də özünün zəif nöqtələri var. O zəif nöqtələrə toxuna biləsən və onlara qalib olmaq üçün, qələbə qazanmaq üçün özünə inamı artırmalısan. Və orada da mən sənə bəzi sirləri açmayayım da, bəzi sirli sözlər var. O, hələ sən biraz böyüyəndə mən onları sənə deyərəm. Bəzi idmançılar var ki, onların zəif nöqtələrini əgər məşq keçirsənsə, tanıyırsansa, psixologiyasını bilirsənsə, o zəif nöqtələrinə hücum edib onları gücləndirirsən. Və yarışlarda bunlardan istifadə edirsən. Amma ən böyük motivasiya mənə elə gəlir ki, idmançının özündə vətənə olan sevgisidir, ölkəsinə olan sevgisidir. Çünki yarışlarda ilk növbədə himni üçün, vətəni üçün, bayrağı üçün çalışır. Əlbəttə ki, valideynlər də, həmçində valideynlər. Ona görə də ilk növbədə bunlardan istifadə edirsən. İdmançı da gələ bilməlidir ki, yarışlarda himnini səsləndirməlidir, bayrağı ucaltmalıdır. Gənclərə məsləhətiniz nə olardı? Gənclərə. Sən yaşlı yoxsa hamıya? Hamıya. Əsas sağlam olsunlar. Sağlam məşğuliyyətlərdən istifadə eləsinlər. Sonra idmanla məşğul olsunlar. İdman sağlamlıqdır. İdmanla məşğul olmaq özgüvənliyi verir. İdmanla məşğul olmaq daha çox özünü inkişaf elətdirir. Hər birisinin dəxli yoxdur. İdmançı olmasan da, amma idmanla məşğul olmalısan. İlk növbədə sağlam olmaq üçün. Və sevdikləri, seçdikləri peşəni arxasınca axıra qədər geçsinlər və heç zamanda, çünki bu yolda məğlubiyyət də var, qələbə də var. Hər bir sənətdə çətinlik də var. Gələ o çətinliklərdən qorxmayasan. Davam. Görərsən ki, həmən seçdiyin peşənin ən yüksək zirvəsinə doğru qalxa bilirsən. Müsahibəyə görə təşəkkür edirəm. Sizə və tələbələrinizə uğurlar arzu edirəm. Çox sağ ol. Sizinlə fəxr edirəm. Sağ ol qızım. Amma mən də sənə kiçik bir, mən görürəm sən orada dəftərdən istifadə edirsən, qələmdən istəyirsən. Mən sənə bir kiçik hədiyyə verim və o hədiyyə o da sənə bir stimul olar. Ki, gələn dəfə bəlkə sən gözəl jurnalist olacaqsan, gözəl qələmin olacaq, yazılar yazacaqsan, yaxşı. Ona görə o ilk qələmi, bloknotu mən sənə verim. O da xüsusi olaraq mənə hədiyyə verilmişdir. Mən onu sənə verirəm. Yaxşı. Görürsən, taekwondo yazılır da burada. Bu qələmdə də yazılır. Bu qələmdə də taekwondodur. Bu sənin bu gələcəkdə, bax görürsən, bütün bunları, bu tək səndədir, ha? Heç kəs də yoxdur, biləsən. Azərbaycanda bu tək səndədir. Bundan istifadə elə, öz fikirlərini, gözəl, bax, mənim xoşum gəldi sənin suallarından, sonra intervyu aparmağın. Ona görə sən öz gələcək planlarını, fikirlərini burada qeyd edərsən. Çox sağ olun. Sağ ol.